Məktəblərdə müəllimlər, məktəblərdə şagird-müəllim münasibətlərində pozuntu olmaması üçün, baxın biz psixoloji, mənəvi dəyərlərə nə qədər çox gedəcəksə, uşaq hüquqları ortaya çıxacaq ki, uşaqlar körpədir, onları incitmək, onları olmaz. Bu doğru deyil. Müəllimlərin nüfuzu, müəllimlərin səlahiyyəti və müəllimin dəyəri məktəbdə artırılmalıdır. Mütləq qaydada. Yəni əvvəllər insanlar necə hesab edirdi ki, müəllimin yemək yediyinə hətta inana bilmirdilər. Bu, müəllimi ilahiləşdirmək deyil idi. O, insan, uşağın müəllimə peşəsindən və onun şəxsiyyətindən hörmət eləyərək özünə nümunə götürməsi idi ki, yəni müəllim çox ali şəxsiyyətdir. Və bu bərpa olunmalıdır. Nə qədər ki, məktəbdə müəllimlərimizin səlahiyyət və şəxsi dəyərləri gücləndirilməyəcək, gücləndirilməlidir. İndi o istiqamətli işlərdə gedir. Gücləndiriləcək, uşaqlar tabe olacaq. Nəyə tabe olacaq? Müəllimin sözünə, müəllimin dediyi yanlış ola bilməz. Müəllim mənə irad bildirirsə, müəllim qərəzli deyil. Müəllim məndən şəxsi düşmənçilik aparmır. Bax, bu uşaq psixikası müxtəlif ailələrdən gələn, müxtəlif tərbiyə və müxtəlif sağlamlıqda, psixi sağlamlıqda olan uşaqların bir sinifdə 30-40 nəfər uşağın cəmləşməsi onlara müəllimin fərdi yanaşmasını məhdudlaşdırır. Mümkün deyil fərdi yanaşsın. Amma ümumi bir psixologiya əmələ gəlir. Müəllim aparıcı, təlim verən, təsir verən, tərbiyə verən müəllim obraz olaraq nümunəyə çevrilməlidir şagirdin gözündə. Və müəllim, şagird hətta valideyninə müəllimdən hansısa bir sözü deməyə də cəsarət etməməlidir. Bu işgəncə deyil, hüquqların pozulması deyil, demokratik münasibətlərin pozulması deyil. Məktəblərdə müəllimlər, məktəblərdə şagird-müəllim münasibətlərində pozuntu olmaması üçün, baxın biz psixoloji, mənəvi dəyərlərə nə qədər çox gedəcəksə, uşaq hüquqları ortaya çıxacaq ki, uşaqlar körpədir, onları incitmək, onları olmaz. Bu doğru deyil. Müəllimlərin nüfuzu, müəllimlərin səlahiyyəti və müəllimin dəyəri məktəbdə artırılmalıdır. Mütləq qaydada. Yəni əvvəllər insanlar necə hesab edirdi ki, müəllimin yemək yediyinə hətta inana bilmirdilər. Bu, müəllimi ilahiləşdirmək deyil idi. O, insan, uşağın müəllimə peşəsindən və onun şəxsiyyətindən hörmət eləyərək özünə nümunə götürməsi idi ki, yəni müəllim çox ali şəxsiyyətdir. Və bu bərpa olunmalıdır. Nə qədər ki, məktəbdə müəllimlərimizin səlahiyyət və şəxsi dəyərləri gücləndirilməyəcək, gücləndirilməlidir. İndi o istiqamətli işlərdə